bizi harasa aparırdılar. Bax biz 90'dan aşağını. Bizə deyirdilər ki, evdə yedizdirdilər, çizdirdilər. Hara getdiniz, əl atmayın, o yemin. Yazıqca 3 saat oturduq. Piçək yeyirsən. Məsələn, çiyələk mövsümdə almayacaqlar, sənin üçün çiyələk. Çiyələk almaq olurdu. Çiyələk isə evimizdə var. Harada var? Ağzından siyirilə gəlirdin evə. Ki, nə var, anon deyib ki, bir dənə belə edirdi, piçək neysə o momentdə anova baxdı, anon. O vaxt ki, qadınlara botoks eləyə bilərdi. İndikilər, Firuz. O istəsə də mimikası dəyişmir axı. Qaş belədir. Botoks eləyənlər də kosmetologlar yazır. Stres olmaz. O da deyir ki, mən niyə gedib 170 manat, 200 manat pul vermişəm üzümə. Hamısın qaşı. Firuz eləmə də. Bizimkinin beydəni də titriyib. Allah ki, bizimki belə eləyir. Və bu bir saniyə ərzində olurdu. Çünki qarşı tərəf fırlanıb baxanda ana belə olmadı. Ya yeyib. Xoşlamır. İndikilər uşaqlarını qonaqlığa aparırlar. Yeyib gəlib, bir də görüm stolda qoyduğum heç də yoxdur.